Bugünkü mövzumuz yeni doğulmuş körpələrin ağlaması barəsində olacaq. Ağlamaqla yeni doğulmuş ətrafdakılarla ünsiyyətə keçir. Yəni aclığını, yuxusuzluğunu, diqqət tələbini, ümumi narahatçılığını, ağrısını bildirir. 6 həftəliyində ağlama dərəcəsi zirvə nöqtəyə çatır. Əsasən günorta axşam saatlarında ağlama daha çox olur. Bütün uşaqlar ağlayır dediyimiz kimi, lakin bəzi uşaqlar var ki, digərlərindən daha çox ağlayır. Mərkəzi sinir sistemi xarici mühitdən gələn faktorlara qarşı çox həssasdır. Yəni bu cür uşaqlar qıcıqlandırıcıların təsiri ilə sensor yüklənməyə məruz qalır. Sensor yüklənmə nə deməkdir? Sensor yüklənmə yəni hələ inkişaf etməmiş mərkəzi sinir sisteminin eyni vaxtda müxtəlif məlumatlarla yüklənməsi deməkdir, üzləşməsi deməkdir. 9 ay ana bətnində qalan uşaq burada qaranlıq, sakit, isti, boğuq səslər olan bir mühitdə olur və bu da onun mərkəzi sinir sistemi üçün minimum yüklənmə deməkdir. Və uşaq bu dünyaya gəldikdə dərhal qaranlıqdan gür işıqlı olan mühitə, boğuq səsli mühitdən daha aydın eşidilən səslər olan mühitə, isti və nəmli sulu mühitdən quru və soyuq mühitə daxil olur. O cümlədən ana bətnində birbaşa kontakt olmayan mühitdən doğularkən dərhal qucağa alınması, bələnməsi, çimdirilməsi, yedizdirilməsi, bunlar hamısı hələ inkişaf etməmiş mərkəzi sinir sistemi üçün yüklənmədir. Uşaqlar da, körpələrdə daha doğrusu yeni doğmuş körpələr də bu cür yüklənməyə qışqıraraq, ağlayaraq cavab verir. Çünki bu cür stres fiziki ağrıya da səbəb olur. Sual yarana bilər ki, bütün uşaqlar belə deyil. Bəli, bütün uşaqlar belə deyil. Söhbət mərkəzi sinir sistemi dediyimiz kimi ətraf mühit faktorlarına, qıcıqlandırıcılarına qarşı həssas olan uşaqlardan gedir. Bu cür uşaqlara ana mühitinə bənzər mühit yaratmaq lazımdır. Yəni nə cür? Sakit, monoton səsi olan mühit, gür işıq deyil, zəif, yumşaq işıqlı mühit yaratmaq lazımdır. O cümlədən körpəni bələmək tövsiyə olunur. Bələmək uşağa hər tərəfdən təhlükəsizlik hissi verir. O cümlədən ritmik yırğalamaq tövsiyə olunur. Danışdıqlarımız sağlam yeni doğulmuşa aiddir. Əgər evdə uşağınız, körpəniz, yeni doğulmuşunuz varsa və hədsiz dərəcədə normadan artıq ağlayırsa, heç bir vasitə ilə sakitləşmirsə, pediatr tərəfindən müayinə olunsun. Bəzən dediyim kimi uşağın ağlanma səbəbi sensor yüklənmə deyil, altda yatan bir sıra həzm pozğunluqları, allergiya və digər xəstəliklərin səbəbi də ola bilər. Əvvəldə də qeyd etdiyimiz kimi ağrı vasitəsilə yeni doğulmuş özünün ehtiyacını bildirir. Yəni ağrısını, aclığını, diqqət tələb etməyini, yuxusuzluğunu bildirir. Bunu da əgər ilk valideynlər əsasən də ilk ana olan, ilk valideyn olan cütlüklərdə bu problem yaşanır. Tövsiyə edirəm ki, pediatrınıza müayinə etdirin körpənizi.